Selamun aleykum. Əhl-i sünnilərə bir dənə sualımız var. Çox xahiş edirəm bu suala cavab versinlər. Əhl-i sünnilərə, vəhhabilərə fərqi yoxdur. Sual nədən ibarətdir? Səqf deyilən bir yer var. Bəni Said ona deyirlər. Ərəblər bir yer idi, orada toplaşırdılar, nəysə müzakirə edirdi. Sözüm onda yox. Peyğəmbər salavatullah, Allahın salamı onun əhl-i beytinə olsun, dünyasını dəyişir. Həzrəti Əli əleyhissalam möminlərin əmiri, Peyğəmbəri dəfn kəfn işlərinə məşğul olur. Və sizin dediyinizə görə birinci, ikinci xəlifə, Peyğəmbər ən yaxın olan şəxslər niyə Peyğəmbərin dəfnində iştirak eləmədilər? Niyə Peyğəmbərin dəfnin işlərinə məşğul olmadılar? O həmin insanlar, mühacirlər və ənsarlar, o Bəni Said deyilən bir yer var idi ki, orada toplaşırdılar və öz aralarında bir xəlifə seçəcəkdilər. Yəni bunları iddiası xəlifə seçmək idi. Bir mühacir sizdən, bir ənsar bizdən. Bu hadisə haqqında çox eşitmişsiniz, çox danışıblar. İstər əhl-i sünnə olsun, istər əhl-i şiə olsun, fərq eləmir. Yaxşı, madəm ki, sual da bundan ibarətdir ki, birinci, ikinci xəlifə Peyğəmbərə ən yaxın, ən doğru, ən yaxın səhabələrdən biri idisə, niyə ola Peyğəmbərin dəfnində iştirak eləmədi? Sual bundan ibarətdir. Həzrət Əli əleyhissalam möminlərin əmiri, Peyğəmbərin canı, cigəri, Peyğəmbərin qardaşı oğlu, Peyğəmbərin ən yaxın, ən dəyərli verdiyi şəxs, insan Peyğəmbəri dəfn işlərinə məşğul olur, amma bunlar isə belə deyə taxtaz məsələsini həll edirlər.